hissələrdən danışaq. Deməli, parabolanı mən keçən dəfə danışdım, amma orada biraz bəzi məqamlar var, onlardan da danışım. Deməli, y bərabərdir x kvadrat. Sizin əslində ilk öyrəndiyiniz ən sadə parabola forması budur. Yəni, parabolanın ən belə saf forması, ən sadə forması budur. Y bərabərdir x kvadratı. Hansı ki, təpə nöqtəsi koordinat başlanğıcında olan bir funksiyadır. Sadəcə burada biz y bərabərdir a vur x kvadratı. Yəni, bu x kvadratının qarşısında bizim indiki nümunəmizdə a1'dir. Amma a burada 0 ilə 1 arasında olarsa, parabola buna nəzərən genişlənmiş olur. Bax, bu y bərabər x kvadratıdırsa, biz y bərabər məsələn 2'də 1 x kvadratını çəkəndə, o buna nəzərən genişlənmiş, yəni bunun xaricində yerləşəcək. A 0-dan 1'in arasında olduğu zaman. Yox, əgər A 1'dən böyük olarsa, A 1'dən böyük olarsa, o buna nəzərən daralmış olur. Yəni, bu formada olur. Məsələn, y bərabər 2x kvadrat. Yəni, A 0-dan 1'in arasında olduqda parabola bizim y bərabər x kvadratına nəzərən genişlənmiş olur. Amma A 1'dən böyük olduqda isə y bərabər x kvadratına nəzərən daralmış olur. Bu şəkildə olur. Bunu yəni ki, orta məktəbdən xatırlayarsınız. Yəni, bunu bilməlisiniz. Çünki bu da haradasa sizə lazım olacağı vaxt olacaq. Düzdür, işlədiyiniz testlərdə bununla rastlaşmamışsınız, amma rastlaşa bilərsiniz. Sonra, bu parabolanın təpə nöqtəsinin koordinatları olan MN əslində parabolanın, yəni y bərabərdir, x kvadratının sürüşməsi ilə alınır. Yəni, y bərabərdir, x kvadratı parabolasının sağa, sola, yuxarı, aşağı sürüşməsi ilə biz bu m ilə n-i əlaqələndirə bilirik. Ona görə, belə izah edeyim. Deməli, y bərabərdir ax kvadratı parabolasından y bərabərdir a vurulsun x minus m-in kvadratını almaq üçün əgər m müsbətdirsə, parabola m vahid sağa, m mənfi ədəd olarsa, parabola m vahid sola sürüşdürülür. Nə demək istəyirəm? Göstərim. Tutaq ki, y bərabərdir, x kvadratı, bax, bunun özü y bərabərdir, x kvadratıdır. Biz y bərabərdir 2 vurulsun x minus 3'ün kvadratının qrafikini qurmaq istədikdə, burada m neçədir? Bunun üstündə m 3'dür. Deməli, mən y bərabər x kvadratını 3 vahid sağa sürüşdürməliyəm. Bax, bu, narıncı rənglə çəkilən qrafik, y bərabər 2 vurulsun x minus 3'ün kvadratının qrafikidir. Y bərabərdir 2 vurulsun x minus 3'ün kvadratı. Çünki burada m müsbət 3 idi deyə, qrafik 3 vahid sağa sürüşdür. Yəni, indi bu eləm ki, 2x kvadratın özüydür. Yəni, belə deyək də, mən sadəcə bu m-ə görə hərəkəti göstərmək istəyirəm. Buradan 2 nəslə bilər, fərq yox. Y bərabərdir 2 vurulsun x plus 1'in kvadratının qrafikində isə m mənfi 1 olduğu üçün biz qrafiki bir vahid sola doğru sürüşdürürük. Yəni, bu yaşlı rənglə çəkilən qrafik də 2 vurulsun x plus 1'in kvadratlı qrafik. Yəni, m-ə görə qrafik sağa və ya sola hərəkət edir. M müsbətdirsə qrafik sağa sürüşür, m mənfidirsə sola sürüşür. Y bərabərdir ax kvadratından a vurulsun x kvadrat üstə gəl n-in qrafikinin alınmasında nədir? Əgər n müsbətdirsə qrafik n vahid yuxarı, n mənfi ədəd olarsa qrafik n vahid aşağı doğru sürüşdürülür. Yəni, məsələn, tutaq ki, y bərabərdir x kvadratı üstə gəl 3'ün qrafikini qurmaq üçün, buradan çəkim ki, yuxarı aşağı sürüşdürə bilək. Bax, y bərabərdir x kvadratının qrafiki budur. Bu, koordinat başlanğıcından keçir. Bu, y bərabər x kvadratıdır. Biz, y bərabər x kvadratı üstə gəl 3'ün qrafikini alması burada n neçədir? 3'dür.
Deməli, mən bura qrafiki 3 vahid yuxarı doğru sürüşdürməliyəm. Bu, y bərabərdir x kvadrat üstə gəl 3-ün qrafikidir. Y bərabər x kvadratı minus 2-nin qrafikində isə n mənfi 2-dir. Bu deməkdir ki, mən o qırmızı parabolanı 2 vahid aşağı doğru sürüşdürməliyəm. Ki, bunun qrafikidir. Yəni, bu parabolaların sürüşməsidir m-ə və n-ə görə. Hər ikisi varsa, deməli onda, məsələn, mən y bərabərdir x minus 1-in kvadratı üstə gəl 3. Bunun qrafikini qurmaq üçün m neçədir? 1. N 3-dür. Deməli, mən bu qrafiki qurmaq üçün y bərabərdir x kvadratı parabolasını, bax bu parabolanı bir vahid sağa, 3 vahid yuxarı çəkməliyəm. Bir vahid sağa tutaq ki, gəldik, 3 vahid də yuxarı. Deməli, onun təpə nöqtəsi düşdü, hansı nöqtəyə? 1, 3 nöqtəsinə. Yəni, m-dən n onun təpə nöqtəsini göstərəcək. Bir vahid sağa, 3 vahid yuxarı. Bu belə, bu parabola haqqında qalan hissə idi ki, bundan danışmamışdım bu sürüşdürmələrdən. İndi gələk bizim digər qalan hissələri tamamlamağa. Y bərabərdir x kubu funksiyası. Yəni, y bərabər ax kubu deyək. Y bərabərdir ax kubu funksiyasının qrafiki kub parabola adlanır. Bu funksiyanın qrafikinin adı kub paraboladır. Bu funksiyanın qrafiki, bunun təyin oblasti. Məsələn, a burada hər hansısa bir ədəddir. Məsələn, y bərabər 2x kubu, y bərabər mənfi 3x kubu, lap y bərabərdir 8-də 1x kubu və s. və s. A birincidə 2-dir, ikincidə mənfi 3-dür, üçüncüdə 8. 8-də 1-dir. Bu funksiyaların həm təyin oblasti, həm də qiymətlər çoxluğu mənfi sonsuzdan müsbət sonsuzdadır. Çünki istənilən ədədi kuba yüksəltmək olur və müsbətin kubu müsbət, mənfinin kubu mənfi, sıfırın kubu sıfır olduğu üçün x də, y də hər şeyi ala bilər. Əgər a müsbət ədəddirsə, bu funksiyanın qrafiki birinci və üçüncü rüblərdə yerləşən bu şəkildə bir əyridir. Belə bir əyridir. Bu a müsbət olan halın qrafikidir. Məsələn, y bərabərdir 2x kub olsun. Yox, əgər a mənfi ədəddirsə, bu funksiyanın qrafiki ikinci və dördüncü rüblərdən keçən bu şəkildə əyridir. Ki, onun tərsinə çəkdik də. Məsələn, y bərabər mənfi 2x kub. Y bərabər mənfi 2x kubunun da qrafiki bu şəkildə göstərir. Yəni, bunun haqqında bilməli olduğumuz təyin oblasti nədir, qiymətlər çoxluğu nədir və qrafikini tanımaq lazımdır. Yəni, bu hansı funksiyanın qrafikidir, bunu bilməlisiniz. Başqa bir şey yoxdur bunun haqqında. Sonra gələk, y bərabərdir modul x funksiyası. Y bərabər modul x funksiyasını bu ilə eşitmişsiniz. Paraboladan sonra bir mövzu içində sadəcə verilibdir. Y bərabərdir modulda x funksiyası da deməli V şəkilli bir qrafikə malikdir. x0, y0, 0. Deməli, y bərabərdir modul x funksiyasının qrafiki iki qoldan ibarət olan belə bir qrafikdir. Bax, bu y bərabərdir modul x funksiyasının qrafikidir. Bu qrafik birinci və ikinci rübün tənbölənləri üzərində gedir. Çünki, məsələn, x-ə 1 verəndə modulu 1 edir. Mənfi 1 verəndə də. Düz belə deyək də, indi mən biraz yaxşı çəkmədim, damaların düz ortası ilə gedir. Diagonalla gedir belə. Yəni, V şəkilli qrafikdir. Tam 45 dərəcə əmələ gətirərək gedir bu qrafik. Yəni, bu y bərabərdir modul x funksiyasının qrafikidir. Bu nöqtədə onun təpə nöqtəsidir. Bu da yenə bayaq izah edədiyim parabola kimi sağa, sola, yuxarı, aşağı sürüşdürülə bilir. Yəni, burada da, məsələn, qarşısına A yazmaq olar, y bərabərdir 2 vurulsun modul x. Bu demək ki, bu 2 vahid belə daralacaq. Bax, 2 dəfə, daha 2 vahid yoxsa, bax, bu olacaq. Y bərabərdir 2 vurulsun modulda x. Əgər mənfi olarsa A, bunun da parabola kimi qolları aşağı olur. Yəni,
Bax, y bərabərdir mənfi modulda x funksiyası. Bu, parabola kimi a mənfi olanda qolları aşağı oldu bu şəkildə. İndi, burada da bayaq dediyim kimi, məsələn, y bərabərdir a vurulsun modulda x minus m. Bu mn də bunun təpə nöqtəsidir. Amma bunun təpə nöqtəsini tapmaq üçün düsturlar yoxdur. Bu sadəcə sürüşməyə görə alınmış bir şeydir. Yəni, məsələn, mən y bərabərdir x minus 3-ün moduldur. Plus 2. Bu o deməkdir ki, mən y bərabər modul x funksiyasının qrafikini y bərabərdir modulda x funksiyasının qrafikini, yəni bax bu y bərabər modulda x funksiyası idi. Bunun qrafikini nə etməliyəm? Bizdə m neçədir burada? 3. N neçədir? 2. Deməli, bunu 3 vahid sağa, 2 vahid də yuxarı çəkməliyəm. Yəni, bax, həmin o qırmızı qrafik elə ki, sürüşdü getdi ora. 2 vahid. Daha doğrusu 3 vahid birinci sağa çəkdim, sonra da onu 2 vahid yuxarı qaldırdım. Bu oldu, həmin bu y bərabərdir x minus 3-ün modulu üstəgəl 2-nin qrafiki. Yəni, bunun təpə nöqtəsi oldu 3, 2. Biz bunu bilməliyik modul x funksiyası haqqında. Yəni, onun təpə nöqtəsi deyəndə nə nəzərdə tutulur, sürüşmə nə deməkdir bunları. Bunun da, yəni y bərabərdir modulda x funksiyasının təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluq. Çünki istənilən ədədin modulunu tapmaq olur. Amma qiymətlər çoxluğu nə olar? Sıfırdan müsbət sonsuzluğa. Çünki istənilən ədədin modulu ya müsbət olacaq, ya sıfır olacaq. Yəni y-in ala biləcəyi qiymətlər mənfi olmayan ədədlərdir. Bu belə. İndi bizim digər bir məsələ, funksiyalar haqqında bilməli olduğumuz məqamlardan biri funksiyaların qrafiklərinin kəsişmə nöqtələrinin tapılmasıdır. Məsələn, tutaq ki, mənə deyir ki, y bərabərdir 3x minus 1 və y bərabərdir x plus 5. Bu funksiyaların qrafiklərinin kəsişmə nöqtələrini tap. Kəsişmə nöqtəsini tap. Deməli, bunlar iki düzqətdir. Bunlar bilirik ki, kəsişə bilər, paralel də ola bilər. Bunların k-ları fərqlisə, deməli, bunlar mütləq kəsişirlər. Yəni, bu elə belə bir şəkil çəkirəm. Bu iki funksiya hansısa bir nöqtədə kəsişirsə, həmin nöqtə bu iki funksiyanın hər ikisinə aid olan ortaq nöqtədir. Ona görə birinci y-ləri bərabərləşdirirəm. Y-ləri bərabərləşdirir. Y-i eynidir həmin nöqtənin. 3x çıxılsın, x bərabərdir 5 də gəl 1. 2x bərabər 6, x bərabər 2. Tapdımdır, kəsişmə nöqtəsinin apsisi 2 imiş. Sonra bu x-in yerinə 2-ni ya bunda ya da bunda qoyuram yerinə. Heç bir fərqi yoxdur. Bəli. Düz deyirsən. Düz deyirsən. 3 olmalıdır. Deməli, 3-ü qoyduq yerinə hansısa birində. Elədir 8. Deməli, bu iki funksiyanın qrafikinin kəsişmə nöqtəsi 3, 8 nöqtəsidir. Bu, iki dənə xətti funksiyadır. Fərqi yoxdur. Bunlar parabola və xətti funksiya üçün də verilə bilər. Məsələn, y bərabərdir x kvadratı minus 4x plus 13 və y bərabərdir deməli, bunu elə düzəldim ki, belə yazaq. Məsələn, deyir ki, bunların kəsişmə nöqtəsini tapın. Deməli, mən bunların kəsişmə nöqtəsinin koordinatlarını tapmaq üçün ilk öncə bunları bərabərləşdirdim. Hamısını keçirdirəm bir tərəfə. Alındı x kvadratı minus 5x üstəgəl 4 bərabər 0 kvadrat tənliyi. Bu tənliyin neçə kökü var? 2 dənə. Hansı ədədlərdir? 1-dən 4. Düzdürmü? Tənlik kökləri. İndi, bu kəsişmə nöqtələrinin absisləridir. Mən aparıb x-in qiymətinə 1-i və 4-ü bunlardan hansında istəyirəm yaza bilərəm. Məsələn, mən ikincə yazıram, daha rahat olsun. 1-i qoyanda mənfi 8 alacam, 4-ü qoyanda mənfi 5. Deməli, bu funksiyaların qrafikləri bu iki nöqtədə kəsişir. Yəni, bunların kəsişmə nöqtəsi 2 dənə oldu. Çünki biri paraboladır.
Biri xətti funksiya. Məsələn, parabola ilə düz xətt iki nöqtədə kəsişə bilər. Kəsişməyə bilər. Aydındır? İndi bizdəki kəsişdir. Və yaxud deyir ki, y bərabərdir x kvadratı, üstə gəlinsin 5x, üstə gəl 1 və y bərabərdir, deməli, 3x çıxılsın 7. Bu funksiyaların kəsişmə nöqtəsinin koordinatlarını tap. Deməli, mən bunları bərabərləşdirdim. Keçirdim bu tərəfə. X kvadrat üstə gəl 2x üstə gəl 8 bərabər 0. Bunun diskriminantı 4 çıxılsın 32 mənfi 28 elədi. İndi bu tənliyin kökü yoxdursa mən buradan nə qərara, nə nəticəyə gəlirəm? Bəli, deməli bu iki funksiyanın qrafiki kəsişmir. Çünki kvadrat tənliyin kökü yoxdursa, deməli bu tənliyin yoxdursa, bu iki funksiyanın qrafiki bir-biri ilə kəsişmir. Aydınmı? Yəni testdə belə suallarda olur. Şərt deyil ki, elə həmişə kəsişməlidir, biz nöqtə tapmalıyıq. Və yaxud belə bir sual izah edeyim. Məsələn, deyir ki, ax plus 3y bərabərdir bir düz xəttdir və 5x plus 2y bərabərdir 11 düz xəttdir. Absisi 1 olan nöqtədə kəsişir. Absisi 1 olan nöqtədə kəsişir. A-nı tapın. Deməli, bunların kəsişmə nöqtəsi var. Kəsişliyi özü vurğulayır. Və kəsişmə nöqtəsinin absisi 1-dir. A-nı istəyir. Kəsişmə nöqtəsinin absisi 1-dirsə, mən ikinci tənlikdən istifadə edib y-i tapa bilərəm. Deməli, 5 vur 1 üstə gəl 2y bərabər 11. 5 üstə gəl 2y 11-dirsə, 2y bərabər 6, y bərabər 3 olur. Deməli, bunların kəsişmə nöqtəsi hansı nöqtədir? 1, 3-dür şahid. Düzdürmü? Yəni, mən... Başın aşağı idi də. Baxdın ki, bəli. Bəli. İndi burada x və y qoyub A-nı tapa bilərik. Yəni, x-ə 1, y-ə 3 yazsaq, A üstə gəl 9, 1, A da bərabər mənfi 8 olacaq. Aydın oldu. Sonra, tutaq ki, bizə belə bir misal verim. Y bərabərdir kök altda x minus 6. Deyir, bunun təyin oblastını tapın. Təyin oblastı nədir? X-in ala biləcəyi qiymətlər. X-in ala biləcəyi qiymət deyəndə başa düşsən nə demək istəyirsən? Yəni, nə demək istəyirsən? Xeyr. Yəni, X-in yerinə o qiymətləri qoyduqda verilən ifadənin mənası olsun. Onda belə çıxır ki, biz bilirik ki, kvadrat kökün mənasının olması üçün kökün altı böyük bərabər 0 olmalıdır. Yəni, bu funksiyanın təyin oblastı 3-dən müsbət sonuçlanır. Aydın? Yəni, x-in ala biləcəyi, deyirik, ala biləcəyi. Ala biləcəyi o deməkdir ki, sən x-in yerinə həmin qiymətləri qoyanda onun mənası olsun. 3-ü qoyanda 0 eləmir. Kök altda 0-dan da 0 çıxır. Kökün altı 0 da ola bilər. Cüt dərəcədən kökdən danışıram. Müsbət də ola bilər. Amma tək dərəcə olsaydı, orada hər şey ola bilərdi. Məsələn, sizə belə bir sual verir. Y bərabərdir kub kök altda 2x plus 1. Deyir, bunun təyin oblastını tap. Bəli, bunun təyin oblastı mənfi sonsuz müsbət olsun. Çünki siz x-in yerinə istənilən ədədi qoya bilərsiniz. Aydın oldu? Y bərabərdir x kvadratı çıxılsın 3x üstə gəl 2-nin təyin oblastını tap. Bunun təyin oblastı tapmasını eləməliyəm. Səhv deyirsin. Bəli. İntervallar üsulu. Bəli, bu kvadrat bərabərsizliyə gəldi, çıxdı. Bunu həll eləmək üçün biz köklərini tapırdıq. Kökləri 9 çıxılsın 8, 1 eləyir. Niyə edirik? Diskriminant olmasın, viyyət olsun. Məcbur deyil diskriminant. Sən deyil diskriminant, mən də yazıb gedirəm. 1-dən 2. Deməli, bu parabola absis oxunur 1-dən 2-də kəsir. Bu bir parabolanın tənliyidir əslində. Köklərin kənarlarında müsbət olur, arasında mənfi. Yaxşı, intervallarla göstərim. Bəlkə çaşarsız belə. 1-dən 2. Köklərdən kənarda müsbət olur, ortada mənfi olur. Yəni, bunun təyin oblastı deyəndə mənfi sonsuzluqdan 1-ə və 2-dən müsbət sonsuza kimi olan aralıq başa düşülür. Bəli, bərabərlik var idi. Və yaxud belə bir misal. Y bərabərdir
3x bölünsün x plus 7. Bunun təyin oblası nə olar? Mənfi 7-dən başqa bütün ədədlər. Niyə? Çünki buradakı yeganə problem məxrəcin 0 olmamasıdır. Yəni 0 olsa bizə problem yaranacaq. Ona görə bunun təyin oblası mənfi sonsuzdan mənfi 7-yə və mənfi 7-dən müsbət sonsuz. Yəni mənfi 7-dən başqa x hər şeyi ala bilər. Bu da funksiya bölünməsi.